Ahirət də insanın yadından çıxanda insan olur ən qorxulu məxluq. Ölüm insanınki yadından çıxdı, insan olur ən qorxulu məxluq. Allah insanın yadından çıxanda hər cinayəti törədir. Biri deyər ki, məsələn, yox, qanun filan, bəli, qanunla ən uzağı sən aşkarda eləyə bilərsən. Aşkarda nizam-intizam yarada bilərsən. Amma gizlində bunu eləyə bilməyəcəksən qanunla. Gizlikdə nizam-intizam yaratmağın bir yolu var, o da Allah məhəbbətidir, ahirətə inam və iman gətirməkdir. O insanı bəli, hər halda islah edir. Daha lazımdır onun üzərində məmur qoyasan, polis qoyasan, nəzarətçi qoyasan. Çünki Allahın huzurunda özünü hiss edir, o məsuliyyətini bilir. O ahirətə iman gətirib, o bilir artıq. O cənnət və cəhənnəmə iman gətirib, o bilir artıq.